xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Salam dəyərli izləyicilər. Xəbər buraxılışımıza xoş gəlmisiniz. Bugün sizə 8 iyun 2026-cı il tarixi üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Əgər sabah üçün planlarınız varsa, videonu sona qədər izləməyiniz faydalı ola bilər. Sinoptik müşahidələrə əsasən ölkə ərazisində hava şəraiti ümumilikdə sabit xarakter daşıyacaq. Bir çox bölgələrdə gün ərzində mülayim və rahat hava şəraiti gözlənilir. Bununla yanaşı bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış ehtimalı da mövcuddur. Paytaxt Bakı şəhərində və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında dəyişkən bulutluluq müşahidə olunsa da günün böyük hissəsində açıq hava şəraiti üstünlük təşkil edəcək. Ara bir əsən külək havaya müəyyən sərinlik qatacaq. Gün ərzində şəhərdə rahat və əlverişli hava şəraiti gözlənilir. Bakıda yaşayan və ya şəhərə səfər etməyi planlaşdıran vətəndaşlar üçün açıq havada gəzinti və müxtəlif fəaliyyətlər üçün münasib şərait formalaşacaq. Axşam saatlarında isə temperaturun nisbətən aşağı düşməsi gözlənilir. Gəncə, Qazax, Tovuz, Şəmkir və ətraf rayonlarda hava əsasən mülayim keçəcək. Gün ərzində bulduluq müşahidə oluna bilər. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı olsa da ciddi hava dəyişiklikləri gözlənilmir. Tekiza, Qatala, Qax, Balakən və digər şimal-qərb rayonlarında günün ikinci yarısında lokal yağış ehtimalı mövcuddur. Dağlıq ərazilərdə arabir duman müşahidə edilə bilər. Bu səbəbdən həmin istiqamətlərdə hərəkət edən sürücülərin diqqətli olması tövsiyə edilir. Aran rayonlarında hava əsasən günəşli olacaq. Gün ərzində isti və rahat hava şəraiti müşahidə ediləcək. Küləyin zəif və mülayim əsəcəyi gözlənilir. Kənd təsərrüfatı sahəsində çalışan insanlar üçün hava şəraiti əlverişli hesab olunur. Cənub bölgəsində, o cümlədən Lənkəran, Asara, Lerik və ətraf ərazilərdə dəyişkən buludlu hava üstünlük təşkil edəcək. Gün ərzində qısa müddətli yağış ehtimalı olsa da uzun müddətli yağıntı gözlənilir. Rütubətin yüksək olması səbəbindən hava bəzi vaxtlarda daha isti hiss edilə bilər. Naxçıvan Muxtar Respublikasında əsasən günəşli və yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gün ərzində havanın isti keçəcəyi, axşam saatlarında isə daha mülayim olacağı gözlənilir. Mütəxəssislər xüsusilə səhər saatlarında yola çıxan sürücülərə diqqətli olmağı tövsiyə edirlər. Dağlıq ərazilərdə yaranan duman görünüş məsafəsini azalda bilər. Həmçinin gün ərzində açıq havada uzun müddət qalacaq şəxslərin hava şəraitinə uyğun geyim seçməsi məsləhət görülür. Beləliklə 8 iyun tarixində Azərbaycanın əksər bölgələrində əlverişli və sabit hava şəraiti gözlənilir. Ayrı-ayrı rayonlarda qısa müddətli yağış ehtimalı olsa da ümumi vəziyyət müsbət qiymətləndirilir. Hava şəraiti gündəlik fəaliyyətlər, səfərlər və açıq hava tədbirləri üçün münasib olacaq. Ən son hava xəbərləri, gündəmdə olan hadisələr və maraqlı məlumatlar üçün kanalımıza abunə olmağı unutmayın. Yeni videolarımızdan ilk xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi də tövsiyə edirik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti xəbər buraxılışlarında görüşənədək sağ olun